Bismillahirrahmanirrahim. Quran-ı Kərimdə İsra surəsinin 84-cü ayəsində Allah buyurur: De, hər kəs öz xislətinə uyğun davranır. Bunların hamısı təlim-tərbiyə, təkrarlanan əməllər nəticəsində formalaşan ruhiyyələrinə, insanın ruhiyyəsinə uyğun şəkildə olan bir şeydir, bir davranışdır. Hər kəs öz xislətinə uyğun davranar. Ayə özü belədir. Hər kəs öz xislətinə uyğun davranar. Bəli, insan müəyyən əməllər edir. İnsan müəyyən bir işlər görür. Bütün əməllərin istər pis, istər yaxşı insana təsiri var. İnsanın ruhiyyəsində təsiri var. Ümumiyyətlə, insanın ruhiyyəsini formalaşdıran əməllərdir. Allah hansısa bir əməli təyin edirsə, yaxşı bir əməl, məsələn, namaz qılmağı təyin edirsə, ibadət etməyi təyin edirsə, oruç tutmağı təyin edirsə, bunların hamısı insanın ruhiyyəsində yaxşı bir xislət formalaşdırır. İnsanın ruhiyyəsini şəkilləndirir. Bu ayə əslində belədir, hər kəs öz şakiləsinə uyğun davranar. İnsan üçün bir şəkil, bir forma, bir xislət formalaşır bu əməllər vasitəsilə. Bəli, pis iş görsək, ruhiyyəmiz pis bir formada formalaşar. Pis bir ruhiyyəyə sahib olarıq. Belə deyil ki, hansısa Allahın təyin etdiyi əməl nəticəsizdir. Xeyr, onun həqiqi, gerçək bir nəticəsi var. Pis iş görərsən, ruhiyyəndə pis təsir edər. Yaxşı iş görərsən, ruhiyyəndə yaxşı bir təsiri olar. Yəni, buna diqqət etməliyik. Allahdan istəyirəm ki, bu ayda bu əməllərə biz diqqət edək. Yaxşı əməllər edək ki, ruhiyyəmiz gözəl bir şəkildə formalaşsın. İndi insan bəzən bu dünyada haqqı qəbul eləmir. İnsan bəzən, məsələn, kimlənsə davadalaşda olur, kimlənsə problem yaşayır. İnsan bu dünyada məmnun olmur bəzən. Sual, bunların hamısı nədən yaranır? Nə üçün insan bu cür yanaşır həyata, dünyaya bu cür yanaşır? Ona görə ki, insan əməlləri ilə öz ruhiyyəsini formalaşdırır, şəkilləndirir. Hər kəs öz şəklinə, öz xislətinə, özündə bir xislət formalaşdırır və hər kəs deyir ki, öz xislətinə uyğun davranır. İndi sən bu dünyaya baxışın, insanlara baxışın, bilirsən nəyə uyğun olacaq, xislətə uyğun olacaq. Sənin ruhiyyən necə formalaşıbsa, bu dünyada o cür baxacaqsan. Yəni, pis bir formada xislətin pisdirsə, dünyaya olan sənin məsələn məmnun olmamağın, bunlar hamısı pis bir xislətə görə olacaq. İnsanlarla davadalaşdırılacaqsan, insanlara düşmən olacaqsan. Nə üçün belədir? Və yaxud da hansı ümumiyyətlə pessimist bir həyat yaşayacaqsan, ümumiyyətlə başlayacaqsan hər şeyi söz-söhbət eləməyə. Nə üçün? Bunlar hamısı sənin ruhiyyəvin xislətidir. Ruhiyyən nədirsə, o cürdə aləmi, bu dünyanı, həyatı şəkilləndirirsən. Hər kəs öz şakiləsinə uyğun davranar. Yəni, hər kəs öz ruhiyyəsinə uyğun bu dünyanı şəkilləndirər, hər şeyi şəkilləndirər. Xislətin nədirsə, o xislətə uyğun şəkilləndirəcəksən. Amma yaxşı insan olarsan, ruhiyyən gözəl bir formada şəkillənərsə, bir xislətə, gözəl xislətə sahib olarsa, sən artıq bu dünyada davranışın gözəl olacaq, gözəl xislətinlə bu aləmi, bu dünyanı gözəl şəkilləndirəcəksən. Məsələn, ariflərə baxın, ariflərin həyatı. Nəyə görə ariflər başqalarını sevir, insanları sevir, insanlara məhəbbət var? Bu nə üçündür? Nə üçün ariflər hər şeyi gözəl görür? Hər şeyin gözəl tərəfini görür. İnsan olur bəzən bütün hər bir şeyin pis tərəfini görür, yaxşı tərəfini, gözəl tərəfini qoyur kənara, ancaq pis tərəfindən yanaşır. Hər şey pis tərəfdən yanaşır. Çünki xisləti odur. Xisləti o qədər pis olur ki, o xislətin uyğunluğunda başlayır hər şeyi şəkilləndirməyə, o şəkildə görür, pis şəkildə görməyə başlayır. Amma arif insan, yaxşı bir insan, mömin insan nə edir? Öz daxili gözəlliyi ilə hər şey gözəl formada şəkilləndirir. Öz daxili gözəlliyi ilə aləmi, dünyanı, insanlara gözəl şəkilləndirməyə başlayır. Çox maraqlı bir ayədir bu. Sən gözəl bir xislətə sahib olduğun təqdirdə hər şeyi gözəl formada şəkilləndirəcəksən. Ona görə də biz başqalarını günahlandırmayaq, sən beləsən, davadalaşda başqalarını günahlandırmayaq, pis bir şeylərdə başqalarını bir günahlandırmayaq. Bir özümüzə baxaq ki, bizim xislətimiz necədir? Bizim xislətimiz nə üçün? Biz nə üçün insanlarla pis rəftar edirik, başqalarına pis rəftar edirik? Xislətimizə dönməliyik, öz xislətimizə baxmalıyıq ki, bizim xislətimizdə pis bir problem var. Xislətimiz pisdir deyə ona görə bu problemləri görürük.
Bu mübarək Ramazan ayında əslində ən böyük duamız bu olmalıdır ki, İlahi bizim xislətimizi gözəlləşdir ki, Ramazan ayının gözəlliyini görə bilək, Ramazan ayını gözəl şəkildə şəkilləndirə bilək, başqalarını gözəl şəkildə şəkilləndirə bilək. İnsan hər şeyi gözəl şəkildə şəkilləndirərsə, insan aram olar, bir aramlığa çatar.